Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, filologiya üzrə fəlsəfə doktoru Ağasəm Bədəzzadə vəfat edib. News24 Kult.az istinadən xəbər verir ki, bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat yayıb. O bildirib ki, Ağasəm Bədəzzadə bugün 85 yaşında dünyasını dəyişib. Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonun Pirəbil Qasım kəndində yaşayırdı. Pedaqoji fəaliyyətlə yanaşı gözəl şair kimi tanınan Ağasəm Bədəzzadənin bu vaxtda yanmaq onu deyərəm ki, payızda məhəbbət, hayf a dünya səndən, qorxuram bu dünya sevgisiz qala, hələ yaşamağa dəyər dünyada adlı şeir kitabları nəşr olunub. Bundan başqa, Ağasəm Bədəzzadənin şeirləri haqqında müxtəlif qələm adamları, o cümlədən xalq şairi Bəxtiyar Vahabzadə yanmaq ona deyərəm ki adlı məqalə yazıb. Müasirləri onun poetik axtarışlarını təqdir ediblər. 2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin Yapon ədəbiyyatı tarixi dərsi kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı çıxan şairin sonuncu kitabı Tarixə düzgün baxış yoxsa mistik naxış adlanır.